Qaydarkən Prezident İlham Əliyev yolüstü Salyan şəhərində oldu. Sevgili Prezidentimiz Salyan torpağına qədəmlərinizlə mübarək olsun, hoş gəlmişsiniz. Siz Ulu Önderimizin yadigarı apardığınız işleri gördükçe biz ferah geçiririk. Bu kuruculuk işleri Azerbaycan'da neler görülmür bunu biz hamımız gözümüzden görürük. Salyan'da son vaxtlar analog olmayan bir iş başlayıblar. Kuruculuk işleri, abadlıq işleri hamısı sizin sayenizdedir. Ben sizinle görüşəndə həmişə yadıma bir misra düşürdü, onu deyirdim. Sen ülfətlə, məhəbbətlə dağılmışsan qoşağır. Seyçey arzuların toxunmasın daşağır. Yolun həmişə uğurlu olsun. Yolun, bu yolların sonunda karavağımız olacak. Oturun. Salyan şehrinin özel inkişaf planı hazırlanır. Çok sağ ol. Bu yaxınlarda icra başçı mənə məlumat verdi Çox sağ ol. və o planı təqdim elədi. Mən də onu bəyəndim, dəstəklədim. Sağ ol. İndi əlavə vəsait ayrılacaq. Salyan şəhəri Azərbaycanın ən gözəl şəhərlərinin birinə çevrilməlidir. Burada gözəl xiyabanlar tikiləcək, binalar tikiləcək, təmir işləri aparılacaq. Bütün infrastruktura yeniden kurulacak. Çok sağ ol. Gazlaşma, içmeli su, kanalizasyon layihələri, sosyal infrastruktura. Bütün bu işler planlarda var. Bu yaxınlarda bilirsiniz ki ben Tahiri təyin eləmişəm. Çok güzel. Daşkəsən rayonunda yaxşı işləyib, özünü göstərib, özünü doğruldub. Ona görə mən məsləhət gördüm ki onu daha da böyük rayona təyin eləyib və tapşırıq da verdim ki en yüksek seviyede burada işler görülməlidir. Və bu yaxınlarda yenə də demək istəyirəm ki gəldi mənim yanıma, təqdim elədi, şəkilləri göstərdi və indi işlər başlamışsınız. Artıq görürəm o binaların təmiri başlanıbdır. Əlbəttə ki burada həm daxili görünüş gözəl olmalıdır. Bütün binalar təmir olunmalıdır. Eyni zamanda yaşamak için, işlemek için bütün şərait yaradılmalıdır. İlk növbədə qazlaşma. Çünkü elektrik enerjiyle təminat normaldır. Ondan sonra içməli su layihələri, kanalizasiya layihələri, sosial infrastruktur. Burada kürün, kürün məsələsi, istiqamətinin dəyişdirilməsi mənə göstərdi. Onu da mən bəyəndim. Yani bütün bu işləri biz kompleks şəkildə görəcəyik. İşlər başlayıb. Ve əminəm ki yaxın zamanlarda Salyan'ın yeni güzel siması yaradılacak. Cenab Prezident, bu da sizin emeğinizdir. Sizin ahir mənim olan emeğiniz. Salyan bilirsiniz ki xüsusi əhəmiyyətə malik olan bir rayondur. Bakıya yaxın olan bir rayondur. Ve hem Ulu Öndərin, hem de mənim seçki kampanyalarımız Salyan'dan başlamıştır. 98. ildə ve 2003. ildə. İlk defa olarak seçki kampanyasını ben Salyan rayonundan başlamıştım. Sizin duanızla bu vəzifəyə gəlmişəm və çalışıram ki, olma xalqıma xidmət eləyim. Cənab Prezident, gəlib görəcəksiniz, seylənib Salyan bu yaxın. Bəli, mütləq bunu görəcək. Biraz baxaq da dərk görürüz. Sonra Prezident İlham Əliyev Salyan şəhərini gəzdi. Dövlət başçısı şəhərdə görülən işlərlə maraqlandı. Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov dövlət başçısına məlumat verdi ki, rayonun mərkəzindəki bütün binaların fasadları tamamilə dəyişdiriləcək, küçə kənarındakı xidmət və ticarət obyektlərinin xarici görünüşü müasir memarlıq üslubunda qurulacaq. Mərkəzi küçələrin işıqlandırma sistemləri tamamilə yeniləşəcək. Bunun üçün xüsusi işıqlandırma sistemləri və dirəklər sifariş verilib. Şəhərin küçələri boyu çəkilən hasarlar çay daşları ilə bəzədiləcək. Həmçinin Tahir Kərimov Kürün Salyan ərazisindən keçən hissəsinin məcrasının dəyişdirilməsi ilə bağlı hazırlanan layihə barədə də dövlət başçısına məlumat verdi.
Prezident İlham Əliyev şəhərdə abadlıq və quruculuq işlərinin ölkənin ümumi inkişaf dinamikasına uyğun aparılmasına dair tapşırıqlarını verdi. Salam, hoş geldin. Sağ ol. Ben birikim, hoş geldin. Salam, hoş geldin. Sağ ol. Hemen sen gelirsiniz, hoş gelirsiniz. Razı yok, gece başlayın. Razısın. Sen ki yaxşı işlersin. Yaxşı işləyirsən. Belə cavab göndərir. Biz alqışlıyorsunuz. Çörəyimizə Bunun bağlı. obyektivliyinə, bu cürlə insan bizim rayona hələ indicə göndərilir. Sınamışam daş kəsəndə. Sağ olun. Özümüzün hər bir səlyanın çeşidi Cənab Prezident o göndərir. Yaxşı işlədi. Birinci məsələ odur ki, insanlara qulluq edir. Hər bir məmur, hər bir icra başçısı insanların qayğıları ilə yaşamalıdır. Bununla bərabər iş görməlidir. İş güzel olmalıdır. Səlyan mən deyirəm. Allah səbirə çox görməsin. 1-2-3 ildən sonra Azərbaycanın ən gözəl şəhərlərin birinə çevrilir. Öpürəm sizi. Belə də olmalıdır. Belə də olacaq. İcra hakimdən biz razıyıq. Ali bəy Seyzadə kimi oğlanlarımız olubdu, dahilərimiz olubdu. Saymaqla qurtarmaq olmaz dahilərimiz. 100% razıyıq. Cənab Prezident, mən cəmaatın həmişə arasındayam. Demişəm, Cənab Prezident deyib ki, mən xalqımın ayağına, xalqıma xidmət elə. Kim o xidməti eləməsə, kimliyindən asıl olmayaraq, qolumuzdan tutub Cənab Prezident atacaq. Mən də deyirəm, istəyirəm ki, Cənab Prezident qolumdan tutsun məni asıl, iş xidmət Təzə eləyəcək. baş deyil. Sənə görə bir neçə aydan sonra burada böyük dəyişikliklər olur. Bu dəyişikliklər çoxdan olmalıdır. Allah ömrünüzü uzun eləsin. Seviniriz ki, bura gələri, şahmatlı gözəl rayonun İndi əvvəllər də bəzi işlər görülüb. Burada Olimpiya kompleksi vaxt tikilmişdi. Ondan sonra rayon xəstəxanası təmin edilmişdi, əsasən təmin edilmişdi. Məktəblər İş yerləri olsa Allah qoysa. yerləri də olmalıdır. İnşallah. Gənclərin işləməyinə iş yeri olsa Allah Bəli. O işlərdə məşğul olur. Cəmalar işsizlər, gənclər də, İşsizlik var və işsizlik hal-hazırda ən belə problem. Allah qoysa pensiyalar da artıracaq. ömür boyu sən bizim Pensiyaları artıracaq. Eşitmişsiniz də yəni. Bir də ki, bu Yaxşı ailələrini söhbət. götürmüş Allah köməklər. Bu müavinətlər də verilsə yaxşı olar. Yaşda bir də o təşəbbüs irəli. yavaş işləyir, Allah Televizyonda siz Ona baxar. bu ailələrin itirmişlərə də, məsələn, evlatların oldu, tək başda ailədirlər, 50 yaş keçiblər, bağlara da lazımdır. Ona da baxar. Qasığı var, o ödəmək olmur. Məcburiyyət qarşısında qalırsan, böyükcə xəstədir, işləyə bilmir, elə qadınlar var. Ailə başçılarında Məsələyə də baxacaq. Yəni bütün sosial məsələlər Azərbaycanda öz həll tapmalıdır. Sağ olsun, sosial yardım alanlar